Salam əməkdaşlar, dəyərli tələbələr. Bugünkü mövzumuz deməli dəyişən elektrik cəryanı olacaq. İlk öncəliklə dəyişən elektrik cəryanını yaxşı anlamaq üçün sabit cəryan deməli qanunlarını bilmək lazımdır. Sabit cəryan qanunları deməli cəryan axınının sabit olduğu hallarda deməli bir nəzəriyyədir. Sabit cəryan qanunlarındakı bizim məqsədimiz nə idi? Naqildən keçən, yəni bizim evlərimizə gələn normal cəryan sabit cəryandır. Burada isə dəyişən cəryan bizim evlərə ötürülməzdən öncə deməli ötürülməzdən əvvəlki cəryanın halını biz burada baxacağıq. Yəni məsəl üçün biz buradakı ümumi cəryan hardan gəlir? Məsəl üçün transformatorlardan, oradan da deməli generatorlardan və oradan da evlərimizə axın edilir. Yəni bu həm deməli transformator halı, həm də bu generator halındakı deməli nəzəriyyələr bizdə burada əslində dəyişən cəryanı öyrədir. Yəni dəyişən cəryan odur. Yəni transformatorlarda və generatorlardakı cəryan dəyişən cəryandır. Bizim evlərimizdə isə sabit cəryan halında ötürülür. Həm deməli transformatorlar vasitəsilə, həm də generatorlar vasitəsilə. Biz burada deməli ya transformator ya da ki deməli generatora cəryan gələrkən oradakı deməli dəyişən cəryan dövrəsindəki müxtəlif hissələrə baxacağıq. İstər deməli induktivlik halına baxacağıq, istər müqavimət halına baxacağıq və s. mövzu üzərində bunları görəcəyik. İlk öncəliklə belə bir nəzəriyyədən söz edə bilər ki, gərginliyi və cəryan şiddəti zamandan asılı olaraq sinusoid və deməli kosinusoid qanunu ilə dəyişən cəryan deməli dəyişən elektrik cəryanı adlanır və generator vasitəsilə yaradılır. Generatorun iş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Biz maqnit seli üçün hansı düstur yazmışdıq, xatırlayırsınızsa? Maqnit seli fol bərabərdir BS deməli o kosinus alfa. Deməli bu hissədən birinci başlığımızı yazacağıq, yəni generatorlar. Deməli biz bunu deməli maqnit seli üçün yazmışdıq, elektromaqnit induksiya hadisəsi üçün və buradakı alfa üçün deməli alfanın burada omeqanın zamanı hasilini yazarsak o zaman buradan bir qanun alırıq ki BS vurulsun deməli o kosinus omega t. Və deməli buradakı deməli EHQ-ya baxarsaq, EHQ-nın özü maqnit selinin deməli törəməsinə bərabərdir. Hansı törəməsi? Mənfi törəməsi. Çünki bununla, yəni bununla bu bir-birinə əks olan bir şeylərdir. Biz bunu maqnit seli dərsinə baxmışdıq. Və bunun törəməsini alarsak, mənfi BS deməli mənfi BS deyiləm. Deməli BS deməli kosinus omega t-nin törəməsi buradan da alınır, mənfi çıxır qabağa. BS deməli omega sinus omega t və buradakı mənfi ilə mənfi vurulur, olur BS sinus daha doğrusu BS omega sinus omega t düsturunu almış olacağıq. O zaman biz bu hal üçün maksimum EHQ-ya baxarsaq BS omega yaza bilərik. Omeganın yerinə nə yaza bilərik? Hətta bu hissədən yazım. Omega I max deməli bərabərdir. BS omega o da bərabərdir. 2pi vurulsun BS bölünsün T yaza bilərik. Gəlin bunu tezliklə ifadə ilə 2pi deməli B yazdıq. S yazdıq. Nü nəyə bərabərdir? 1 bölünsün T-yə, o da deməli nü ifadəsini almış olacaq. Həm bu düstur, həm bu düstur deməli bu kəmiyyətə bərabərdir. Və ən sayda əgər ki generatorda o dolaq olarsa, yəni ən sayda generatorun bilirsiniz ki, müəyyən qədər bir dolağı var. Və bu deməli sarğacın generatorlardakı deməli o dolaqların sayına baxarsak, EHQ-nın maksimum qiyməti NBS omega düsturunu buradan yazırıq ki, ən sayda deməli o dolağa sahib olarsa, yəni dolaq olarsa halını yaza bilərik. Gəlin bu hal üçün deməli bu qrafiki çəkək. Folun T-dən asılılığı
deməli o kosinus qanunu dəyişdiyi üçün və mənfi qiyməti aldığı üçün belə bir düstur, daha doğrusu o qrafikli almış olacağıq. İndi keçək ikinci hissəyə. İkinci hissəyə deməli dəyişən cəryan deməli dövrəsində aktiv müqaviməti. Aktiv müqavimət. Aha. Deməli, bu hissədə biz nə öyrənəcəyik? Bu hissədə ilk öncəliklə deməli sabit cəryan üçün cəryan işləti nəyə bərabərdir? I bərabərdir U bölünsün R, düzdürmü? Yaxşı. Biz bu halı necə təsəvvür edə bilərik? Suallarda əsasən bu halı rezistorlu belə bir nəzəriyyə ilə verilir və burada belə bir işarə qolunur. Bura bir R yazaq və buradakı tənlik üçün U bərabərdir maksimum gərginliyin o kosinus qanunu ilə dəyişməsi. O zaman gətirib U-nun yerinə U maksimum kosinus omega T bölünsün R düsturunu yaza bilərik. Buradan U maksimum R-i biz maksimal deməli cəryan şiddəti ilə əvəz eləsək, o zaman buradan alınır ki, I maksimum bərabərdir U maksimum bölünsün R. Yəni maksimal halına baxacağıq. Və o zaman da I də bərabər olacaq I maksimum kosinus omega T. Yenə bu düsturu almış olduq. Daha sonra bu tənliyi. Buradakı bu qrafikə baxarsaq, U-nun T-yə aid qrafikli o kosinus qanunu dəyişdiyi üçün belə olacaq. Həmçinin cəryan şiddəti ilə eyni səbətdə olduğu üçün yenə eyni olaraqdan aralarında faza fərqi olmayacaq. Və burada deməli bir hissəni də əlavə olaraq qeyd edeyim ki, burada biz fola baxdıq və burada EHQ üçün də belə bir epsilon I-T-nin qrafiki burada deməli bu kosinus qanunu dəyişdiyi üçün bu sinus qanunu ilə dəyişəcək və belə olmuş olacaq bu hissə üçün. Bu hissə üçün. Aha, bunu da deməli yadımdan çıxmışdı. Yazım. Və burada I-nin I ilə U, yəni I ilə U arasındakı fazalar fərqi sıfıra bərabərdir. Amma fazaları eynidir. O zaman biz bu hissə üçün deyirik ki, deməli R nə nüdən, nə T-dən, nə də omegadan deməli asılı deyil. Burada xatirissa sabit cəryan qanunları bizdən demişdik. Müqavimət temperaturdan və özünün bir düsturu vardı. R bərabərdir. R bölünsün LS düsturundan. Yəni buradakı kəmiyyətlərdən ibarətdir və burada biz bu düsturu işlətməyəcəyik. İşlədəcəyimiz düstur deməli əsas olacaq o temperatur halına baxacağıq. Temperatur yazım. Deməli perioddan dəyişməsin. Və burada bir nəzəriyyə kimi özünüzə yazın, yəni bir qeyd kimi özünüzə yazın, qeyd kimi. Dəyişən cəryan dövrəsində ampermetr və voltmetr cəryan şiddəti və gərginliyin təsir edici qiymətini ölçür. Təsir edici qiyməti tapmaq üçün amplitud qiymətlərini kökaltı 2-yə bölməlisiniz. I bərabərdir I maksimum bölünsün kökaltında 2 və ya U bərabərdir U maksimum bölünsün kökaltında 2-yə. Bunlar amplitud qiymətləridir. Bunu da yadınızdan çıxartmayın. Hətta bunların isbatını da bir gün deməli çəkəcəyim videolar sırasına əlavə edərəm. Orada da baxarıq. Xatirissa biz deməli görülən iş üçün deməli gücün düsturunu yazmışdıq. P bərabərdir I kvadrat R yazmışdıq sabit cəryanda və ya U kvadrat bölünsün R yazmışdıq və ya I vurulsun U yazmışdıq. Düzdürmü? Buradakı qiymətləri amplitud qiymətlərlə əvəz eləsə, o zaman I maksimum kvadratı R bölünsün deməli 2 olacaq. Çünki burada kökaltı gedəcək və həmçinin burada bu maksimum kvadratı bölünsün 2R olacaq və həmçinin deməli I maksimum U maksimum bölünsün 2 kimi yaza biləcəyik və istilik miqdarına əgər ki baxarsaq Q bərabərdir nəyə xatırlayırsa I kvadrat RT idi, I maksimum kvadratı RT bölünsün 2 alınacaq. Həmçinin deməli U maksimum kvadratı deməli T bölünsün 2 alınacaq və həmçinin burada I max vurulsun U max vurulsun T bölünsün 2 düsturunu almış olacaq. Bunların isbatlarını zaten buradakı
yazdığımız bu hissəyə baxarsaq zaten deməli U maksimum buradan taparsa U vursun kök altında 2 oralar yuxarı doğru çıxacaq. Və deməli bu hissəni də qeyd elədik. İndi keçək 3-cü başlığımıza. Deməli 3-cü başlığımız olacaq deməli dəyişən cəryan dövrəsində deməli tutum müqaviməti. Dəyişən cəryan dövrəsində tutum müqavimətini bu dəfə aktiv müqaviməti biz rezistor yazdıq. Tutum müqaviməti isə deməli kondensator yazacağıq. Və bura yenə U bərabərdir U maksimum vurulsun kosinus omega t yazacağıq. Deməli, xatırlayırsınızsa tutum mövzusunda belə bir düstur yazmışdıq. Q bərabərdir CU düstur yazmışdıq. Gətirib buradan U-nu əvəz eləsək, deməli C vurulsun U maksimum kosinus deməli kosinus omega t və həmçinin cəryan şiddəti Q-nun törəməsinə bərabər olduğu üçün mənfi Q U maksimum omega sinus omega t olacaq. Bu hissəni də biz ümumiyyətlə i-yə bərabərləsək, i bərabərdir mənfi i maksimum sinus omega t düsturu almış olacaq. Burada sadəcə düsturlarla nəzəriyyədir, yəni bir isbat və ya çıxarılış bundan ibarətdir. Bu mövzu biraz da çətin mövzu olduğu üçün yavaş-yavaş deməli özünüz işləyərək görə bilərsiniz bu düstur haqqındakı fərziyyələri. Deməli 2 ala baxaq. U bərabərdir U maksimum kosinus omega t. Bir də var i bərabərdir mənfi i maksimum sinus omega t. Gəlin bu 2 hala baxaq. Bu 2 halda deməli U-nun T-dən asığı necə olacaq? O kosinus qanununa belə dəyişəcək. Sinus qanunda necədir? Sinus sin, yəni sıfırdan başlayacaq. Amma necə başlayacaq? Öndə bir mənfi olduğu üçün o zaman mənfi olaraqdan sıfırdan başlayacaq və getdikcə rəqs eləyəcək. Və bu hissə üçün deməli bunları da yazdıqdan sonra öz-özə qeyd edin bunları. Bunları da yazdıqdan sonra deməli i maksimum üçün nə yazmışdıq burada? Omega cu maksimum yaza bilərik Q-nun yerinə. O zaman da, yəni bu hissəyə deməli Q maksimum yaza bilərik. O zaman i maksimum nəyə bərabər olacaq? Hətta bu tərəfdən yazım. Deməli i maksimum bərabər olacaq U maksimum bölünsün R-ə. Bu iki ifadəni mən birləşdirsəm, buradan o zaman deməli buradan alınan deməli o tutum müqaviməti olacaq. Yəni 1 bölünsün omega s buna deyəcəyik. Deməli, o tutum müqaviməti. Və deməli, buradan xc bərabərdir 1 bölünsün omega c olduğundan mən buradakı omeganı açaram. Deməli, 2 pi c bölünsün t yaza bilərəm və ya 1 bölünsün 2 pi nu c düsturunu yaza bilərəm bu hissə üçün. Və bunun deməli o qrafikdən aslını çəkək. Xatırlayırsınızsa, deməli demişdik ki, müqavimət deməli bunların asılı olduğu kəmiyyətdən heç birindən deməli düsturdakı asılılığı verilən kəmiyyətdən heç birindən asılı deyil. Sadəcə temperaturdan, material növündən və naqilin en kəskin sayəsindən və xüsusi müqavimətdən asılıdır. Burada isə fərqlilikdir. Buradakı müqavimət buradakılardan asılıdır. Yəni perioddan düzüm mütənasib asılıdır. xc, amma omega və nu-dən isə deməli tərs mütənasib asılı olacaq. Və deməli tutum müqaviməti bəzi uşaqlar müqavimət, amma yanında deməli tutum gördükləri üçün vahidi farad olaraq yazırlar. Xeyr. Nə müqavimət olursa olsun vahidi həmişə ohmdur. Bu düstur üçün yazarsak 1 ohm olacaq və ya bunu 1 farad vurulsun heç kimi yaza bilərik. Çünki omega s-dir burada. Və ya bunu da aça bilərik. Farad bölünsün saniyə. Çünki hertz nəyə bərabərdir? Hertz deməli 1 bölünsün saniyəyə bərabərdir. Yəni ohmun bir çox açılımı buradan görmüş olacağıq. Keçək 4-cü başlığımıza. 4-cü başlığımız olacaq deməli induktiv müqavimət.
İnduktiv müqaviməti isə yenə eyni bir dövrə çəkəcək. Bu səfər isə sarğac olacaq. Hətta belə çəkim. Burada yenə bir yazacağıq və induktivlik xarakterizə edən bu səfər gərginlik yox, cəryan şiddətini yazacağıq. Kosinus omega t. Tamam, o zaman burada fall bərabərdir eli düsturundan. Gətirim mən burada i-nin yerinə bunu yazarsam, deməli L vurulsun, i max deməli vurulsun kosinus omega t olacaq. Və yenə EHQ bilirik ki, mənfi fallun deməli o törəməsi olduğu üçün deməli olacaq birbaşa alıram i maksimum omega kosinus getdi törəməyə sinus omega t və u da bərabərdir. Deməli epsilon i bərabərdir həmçinin nəyə bərabər olacaq fallun deməli törəməsinə. O zaman bu da bərabər olacaq mənfi L i deməli maksimum omega sinus omega t. Yəni burada mənfi yox idi. İlla ki burada mənfini çıxartmaq istədik. Bir də bir mənfisiz halına baxın, bir də ki mənfili halına baxın. Və deməli bu hissəni də yazdıqdan sonra gəlin indi induktiv müqaviməti alaq bu düsturlarla. U maksimum nəyə bərabər olacaq? Omega s deyildimi? Omega s. Omega s-nin yerinə mən nə yaza bilərəm? I L vurulsun, L-i maksimum yaza bilərəm. Daha doğrusu burada omega s-li, omega deməli fall olacaq. Fallun yerinə mən nə yaza bilərəm? L, i maksimum yaza bilərəm. O da bərabər olacaq deməli. Heç nə daha sonra bərabər eləməyək. Gəlin hazır gəlmişkən bir dənə də isbat verək. Ağlıma düşdü. Elə maraqlı bir isbat olsun. I maksimum R olsun. Bu ikisini də birləşdirsək, deməli x L bərabərdir omega L. O da deməli bərabər olacaq 2 pi L bölünsün T və ya 2 pi nu L düsturunu almış olacağıq. Əslində fərqli bir şey yazmaq istəyirəm, amma bu yol daha asandır. Yəni buradan da gözəl bir deməli bunu almaq olar. Bunu fərqli yolla da almaq olar, amma o çox uzun gəlir. Orta məktəb üçün aid edilmir o düstur, ona görə sizə uyğun olmaz. O zaman deməli induktiv deməli müqavimət üçün XL burada omegadan və nu-dən düz asılıdır və deməli induktiv müqavimət T-dən deməli tərs asılı olacaq və həmçinin induktiv müqavimətin vahidini alarsak buradan 1 ohm olacaq. Deməli burada nə idi? Düstur. Buradan düstur olaraq yazarsak, bu hissəni nəzərə alarsak, deməli omega L-in vahidi nədir? Henry. Omega deməli dairəvi tezliyi olsun, onun vahidi nədir? Hertz. O zaman hertz vurulsun Henry olacaq. 1 hertz vurulsun Henry, o da bərabər olacaq və ya 1 deməli Henry bölünsün. Hertzi mən nəzə aça bilərəm, yenə 1 bölünsün saniyə kimi aça bilərəm. O zaman da saniyə aşağı düşəcək. Maraqlı hissələr buradan çıxır. Ümumiyyətlə, dəyişən cəryan çox maraqlı hissədir. Sabit cəryanı tam yaxşı anlamamıza kömək eləyir. Madəm ki, bu hissədən həm deməli cəryan, həm də ki, deməli gərginlik deməli hissələrinə baxdıq. Yenə buradan i bərabərdir i maksimum kosinus omega t və həmçinin buradan gərginliyə də baxaq. Burada ki, gərginlik artıq sinus qanunu ilə dəyişəcək. Bərabərdir mənfi u maksimum deməli sinus omega t. Bu iki halın deməli qrafiklərə baxarsaq, mənfisi yoxdur və o kosinus qanununa dəyişir. O zaman belə olacaq. Burada mənfisi var və sinus qanunu ilə dəyişir. O zaman mənfidən başlayacaq və sinusdan, sıfırdan deməli tərəf olacaq. Və gərginlik rəqslərini qeyd edən osilloqrafdır. Osilloqraf, bunu da deyim. Bəlkə suallara düşə bilər. Osilloqraf. Deməli, işarəsi belədir. Yəni, rəqsləri qeyd edir. Gərginlik rəqslərini qeyd edir. Son deməli, iki başlığımız qaldı. Onlar da kiçik başlıqlardır. Gəlin onlara da bir nəzər yetirək. İşin həngaməsi qutardı. İndi bir kiçik həngamə daha var. Ona da bir nəzər yetirək. Gözünüzü qorxutmayın. Sadəcə full fokus dərsə odaqlanın. Deməli, 5-ci tam cəryan dövrəsi üçün ohm qanunu.
Necə ki biz sabit cərəyanda tam dövr hissəsi üçün ohm qanunu tapdıq. Burada isə tam dəyişən cərəyan dövrəsi üçün, üzr istəyirəm, tam bura dəyişən. Burada sabit də şey arasındakı fərqi buradan tutmanızı istəyirəm. Yəni tam dəyişən cərəyan dövrəsi üçün. Ümumiyyətlə bu hissə sabit deyil. O zaman biz bu halı belə yaza bilərik. Deməli, buradan belə bir yazaq, bura bir rezistor çəkək, bura bir kondensator çəkək və bura bir sarğac çəkək. Yəni bu 3 hala da nəzər yetirəcəyik bu hissədən. Bu 3 halın birləşimi olacaq bu. Bunu ortadan çəkək. Yəni belə düzgün alınmaz. Həm də uşaqları çaşdırmayaq. Yenə U bərabərdir U maksimum kosinus omega t'imizi yazacağıq. Bura R'dir, bura XC-dir, burada XL-dir. O zaman bu üçünün birlikdə ohm qanunu böyük Z hərfi ilə işarə olunur və kök altında R'in kvadratı üzərinə gəlinsin XC minus XL düsturu ilə hesablanır bu hissə. Hətta bu düsturun isbatı da vardı. Çox maraqlı bir isbatdır. Ümid edirəm, deməli söz verdiyim videolar seriyasına bu hissə deməli daha öncü düşər. Çünki çox maraqlı bir isbatı var. Onu da deməli baxmanızı tövsiyə edirəm. Yaxın zamanlarda ümid edirəm, vaxt olarsa çəkəcəm. O zaman deməli tutum müqaməti ilə induktiv müqamət bir-birinə bərabər olarsa, o zaman rezonans baş verir və rezonans üçün böyük Z bərabərdir. Kök altında R'in kvadratı üzərinə gəlinsin 1 bölünsün omega S, yəni hər iki tərəfi açıram, omega L-nin kvadratı olacaq. Yəni zaten bir şey eləmədim. Bu omega S-nin yerinə 1 bölünsün omega S yazdım. Deməli XL-in yerinə daha doğrusu omega L yazdım. XC-nin yerinə 1 bölünsün omega S, XL-in yerinə isə bunu yazdım. Belə də hətta göstərim. Bunun yerinə bunu yazdım. Bunun yerinə də bunu yazmış oldum. Yəni bir şey dəyişmədi. Və həmçinin əgər ki burada deməli aktiv müqamətlərlə, yəni aktiv müqamət həm tutum müqaməti üçün, həm aktiv müqamət üçün, həmçinin induktiv müqamət üçün bu hal oxşardısa, o zaman gəlin bu hissəni deməli gərginliklə baxaq. Yəni UC bərabərdir UL, yəni deməli həm tutum gərginliyi ilə, həm də induktiv gərginlik bir-birinə bərabər olursa, eyni məntiq U bərabərdir. Deməli, U R'in kvadratı üzərinə gəlinsin, UC çıxılsın U L'in deməli kvadratı düsturunu almış olacağıq. Və həmçinin deməli bizim sabit cərəyan qanunlarını öyrəndiyimiz I bərabərdir UR düsturundan R'i biz nə ilə əvəz elədik? Z-dən əvəz elədik. O zaman deməli tam dövr hissəsi üçün ohm qanunu yazarsaq U bölünsün Z, U maksimum yazaq hətta bura, bərabərdir. O zaman olacaq U maksimum bölünsün eynən bu düstur. R'in kvadratı üzərinə gəlinsin, XC çıxılsın XL-in kvadratı deməli düsturunu almış olacağıq. Və son başlığımız, deməli 6-cı başlığımız olacaq. Biraz çox yaxınlaşdırdıq. Deməli 6-cı başlığımız olacaq transformator. Deməli generatora baxdıq və generator gəlməzdən əvvəlki deməli hala, yəni transformatora baxacağıq. Burada bunu bir özünüzə istəyirsinizsə bir deməli qeyd kimi yazın. Gərginliyi artırıb azaltmaq üçün istifadə edilən qurğuya deməli transformator deyilir və bunun iş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. O zaman yəni bu hissədə deyilir ki, həmin gərginliyi bu deməli transformator içərisindəki gərginliyi neçə dəfə artırıb azaltmasını xarakterizə edir. Və bu hissəni də deməli belə yazaq. Deməli bu transformator belə olur. Bir belə olur. Bir də ki deməli belə bir hala baxacağıq. Bu hissəyə bir U1 deyək, bu hissəyə bir U2 deyək. Bu hissədəki deməli dolaqların sayına N1, bu hissədəki N2 deyək. Bu hissəyə olsun giriş tərəf, bu hissə olsun deməli çıxış tərəf.
O zaman biz bu hissə üçün deyirik ki, həmin bu sistemdəki gərginliklər üçün, yəni U1 və U2 gərginliklərinin neçə dəfə artıb azalmasını göstərən kəmiyyətə deməli transformasiya əmsalı da baxacağıq. Bu əmsal olacaq o K. Yəni K bərabərdir U1-in U2-yə olan nisbəti. Həmçinin bu deməli uyğun olaraqdan o dolaqların sayı da deməli bura xas olacaq. Və əgər ki K birdən böyükdürsə, bunlara alçaldıcı deməli alçaldıcı olacaq. Alçaldıcı deməli transformator olacaq. K birdən kiçik olasa isə daha çox K birdən kiçik olasa yüksəldici olacaq. Yüksəldici. Aha, bu iki hissəyə halında baxdıq. Və deməli həm bu transformator üçün, yəni bu transformatorun giriş hissəsində deməli və ya çıxış hissəsində dəyişən cəryan tezlikləri bərabər olur və bu zaman güc sabit qalır. O zaman güc üçün P1 bərabərdir P2 yaza bilərəm. Mən bu P-ləri açaram. Burada i yerə oxşadı. Deməli I1 U1 bərabərdir I2 U2-yə. Bu hissə üçün yazarım ki, o zaman I2 bölünsün I1 halı buradan alınır. O zaman gətirib bunun yerinə I2 bölünsün I1 oxşarlığını almış olacağıq. Və buradan da son bir hal üçün deməli qeyd edim ki, faydalı inşa əmsalı, yəni çünki hər işdə olduğumuz kimi deməli burada da həm deməli həmçinin transformatorda da müəyyən bir enerji itkisi olur. Hər zaman enerji itkisi olur. Və fiyə üçün yazarsak, deməli E hərfi ilə işarə olunurdu. Deməli buradakı güclərin nisbətinin 100% olan hasilidir və ya gücləri nə ilə açmışdıq? I ilə və U ilə, yəni I2 U2 bölünsün I1 U1 vurulsun 100% olaraq da yaza bilərik. Deməli uşaqlar, sabit cəryan deməli mövzu izahı bu qədər. Sabit cəryanda əsasən sabit cəryanın nə olduğunu anlayarsanız, mövzu izahında da həmçinin deməli çətinlik çəkməzsiniz. Çalışın bu mövzuda sabit cəryanı dəyişən cəryandan ayırın. Bir daha deyirəm, dəyişən cəryan sabit cəryan halına gələnə kimi olan halıdır. Yəni məsəl üçün bir uşaq necə ki, bir uşaq məktəbə yazdırırlar ki, oxusun, böyüsün, müəyyən bir iş sahibi olsun. Məktəbə gedən hala qədər elə ki, o dəyişən cəryandır. Yəni nə deməli ağlını tutmaq olur, nə də ki, deməli başını tutmaq olur. Amma məktəbə yazdırdıqdan sonra, yəni bu deməli transformatora gəldikdən sonra artıq elə ki, bu transformator məktəbə giriş kimi də xəyal edə bilərsiniz. Məktəbə gedir və orada sabit, yəni sabit adam, yəni artıq elmi cəhətdən təfəkkür etmiş adam halına gəlir. Bu hal üçün də biz deyəcəyik sabit cəryan, dəyişən cəryan, yəni sabit cəryana gələnə qədər ki, hala uyğundur. Mövzu izahından bu qədər. Ümid edirəm, mövzu izahını hər biriniz anlamışsınızdır. Nəsə bir sualınız da olsa, şərh bölümümüzə deməli qeyd edə bilərsiniz. Özünüzə yaxşı baxın, sağ olun.